Hoş gün olsun Mirza. Mirza daha size gelmeyeceğim. Niye? Çünkü her defa gelirəm size eziyete sallam. Zəhmət çəkirsiniz, ayağa durursunuz. Benim ayağa durmağım boş boşuna değil ki bala. Böyük kişi karşısında ədəbli olmasan, onda bir qara qəpi qiymətin olmaz. Ha? Belə eləyirəm ki, sənə ibrət olsun. Böyük kişi hörmətini həmişə saxlayasan. Buyur. Buyur əyləş bala. Sağ ol. Əyləş. Aa, Cəmil maşallah böyük. Hə, Cəmil ağıllı baladır. Deyirdin, bir də bizə gəlməyəcəksən. Çox gözəl. İndi mən sənə bir misra deyəcəm. İkincisini özün deməlisən. Tələsmə yine. Mən çayımı içib qurtaranacan dedin. Dedin. Ya demədin. Xudahafiz. Daha özün demişkən bir də bizə gəlməyə bilərsən. Min qəmin vardır. Birim mindən bir adəm bilmir. Min qəmin vardır. Birin mindən bir adəm bilmir. Həm bu bir qəm ki, min adəmdən biri qəm bilmir. Aferin, aferin. Dərd qəm insanın ayrılmaz bir hissəsidir. İnsan yarandığı gündən mühitə üsyan eləyir. Bu onun təbiətindədir. İnsan həyatda təsadüf nəticəsində yarandığının da bir həqiqət olduğunu boynuna almaq istəmir. İnsan olan kəs ətraf mühitlə, təbiətlə qaynayıb qarışmalıdır ki, heç olmasa təbiətin əbədiliyindən ruhlanıb təsadüfi olduğunu bəlkə də bir anlığa unutsun. İnsan bilir ki, o bu dünyada müvəqqətidir. Bilir. İnsan bilir ki, müvəqqətidir. Ona görə də hər cür nadanlığa, kobudluğa, ələriliyə, satqınlığa, namussuzluğa, vicdansızlığa yol verir. Əgər insan bilsə ki, həyat əbədidir, ancaq cismani ölür, ruhu isə daima yaşayır. Cənnət var, cəhənnəm var, papağın qoyar qabağına düşünər. Yoxsa ki, dünya 5 gündür. Elə qabağıma çıxanı çapıb talayım, mən salim olum, cümlə cahan batsa da batsın. İnsan anlamalıdır ki, hər bir kəs, dünyada olan hər bir şəxs, bütün canlı, müqəddəs tamın zərrəsidir. Əgər zərrənin biri yoluna azırsa, ya xəstəliyə düçar olursa, bütün bədənə əziyyət verir. Bəs, nə üçün tam öz bətnində nəlayiq zərrələr yaradır? Bu boyda dünyadakılar dinc yola gedə bilmir bir-biri ilə. Ne için didip tökürük birbirimizi? Ne için tam bir gayret, bir namus, bir vicdan məhvumun özünü yaradıb? Bəzən insan yaşayışı, insan telabatı səviyyəsində qurulmur. Ne için insan bəzən şuursuz canlıdan da aşağı sayılır? Meydanda bitən qızıl gül koluna su verən, onun xəstə budaqlarını kəsib təmizləyən bağban, insan, ne üçün həmin kolun dibində acından ya xəstəlikdən halsız düşüb qalan insandan soruşmur ki, açsan ya susuz? Bəzən itə də, pişiyə də həsəd aparır insan. Heyvana həsəd aparmaq günahdır. Allah Teala insana şuur verib. En başlıcası ruh verib.
Günəşin şövqünü, meşənin ətrini, dənizin mehini hiss eləmək qabiliyyəti verir. Nəslini xoş günə çıxarmaq çalışqanlığı verir. Arzu-kam verir, həvəs verir. Ruhu cismani tələblərdən qoruyub təmizləmək qabiliyyəti verir. Çoxumuz ondan istifadə eləmirik. Eləyə bilmirik. Öyrənmək də istəmirik. Aşıqi xakistəri mühnət yatağımdır mənim. Məhri qəmdə qərqəmey dil, bu mərağımdır mənim. Daima sensiz tutub günlərdə məskən ağlaram. Ahun aləm ateşi rövşən çırağımdır mənim. Cənnətin gülzarinə, gər şövq zövqün var isə, qönçəsi ləli-ləbin, gülsə yatağımdır mənim. Söylə ey dildar şirin ləb mənə, ey xösrəvim, cənnət istərsən əgər, cənnət qucağımdır mənim. Ey könül, fikri xəyali vəsli ilə keçdi ömür. Mülkü hicran didədə, daim qonağımdır mənim. Sadıqül əyyam olmaq, dəhridə asan deyil, aşiqəm payın öpərsəm, eşq ocağımdır mənim. Ateşi eşq ilə büryan oldu sinəm, azəra. Bir tərəhhüm qıl gəlib, gör kim nə çağımdır mənim. Huri qılmanı verdin zahidə şair demə. Rövze-i rizvanə meyl iştiyağımdır mənim. Məşədi, Əli ağa istedad sahibidir. Mərifətli gəncdir. Amma təbib işdir. Necə yəni biz? Yəni bacarmaq olmur ondan. Tay deyilən istedadlı uşaqdır da.